Maraqlı bir statistika açıqlanıb. Deməli, dünyada ən çox istifadə olunan kofe Finlandiyadadır. Hər kəs çalışır ki, gün ərzində hətta 5 fincan kofedən istifadə etsin. Amma Finlandiyada xeyli sayda Azərbaycanlı yaşayır ki, onlar elə Azərbaycan ənənələrini qorumalıdırlar və mütləq şəkildə pürrəngi çayı bu ənənəni davam etdirməlidirlər. Elə Azərbaycan milli adət ənənələri xarici ölkələrdə də qorunub saxlanılır. Orada yaşayan Azərbaycanlılarımız üçün elə bu günlərdə Novruz tədbirləri də təşkil olunur. Hazırda bizim canlı bağlantımız olacaq. Finlandiyaya bağlanırıq. Helsinkidə Novruz tədbirləri həyata keçirilir ki, bu barədə məlumatı bizə Helsinki Azərbaycan evinin rəhbəri Ülviyə Cabbarova məlumat verəcək. Ülviyə xanım, sabahınız xeyir olsun. Necəsiz? Bayramınız da mübarək. Çox sağ olun, çox sağ olun. Mən də hər kəsi qarşıdan gələn Novruz bayramı və Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Təşəkkür edirik. Ülviyə xanım, əslində məlumat əldə etmək istəyərdi. İndi düzdür, görüntülərimiz də təqdim olunur. Bax, balacalar orada hətta köməklik göstərir. Şəkərbura paxlava hazırlayırlar. Bax, necə təşkil olunur? Hansı saat radələrində bax bu sərgilər belə orada təqdim olunur hər kəsə? Biz Finlandiyada yaşayan Azərbaycanlılar olaraq Novruzu xüsusi sevgi, birlik və həmrəylik hissi ilə qeyd edirik. Videoda da gördüyünüz kimi. Əsas biz indi Novruz bayramımızı bu həftə sonu Azərbaycan evində qeyd edəcəyik. Tədbirimizdə Novruz haqqında məlumat veriləcək, uşaqların iştirakı ilə Kosa və Keçəlin səhnəsi təqdim olunacaq. Həmçinin uşaqlar yazın gəlişi ilə bağlı müxtəlif şeirlər səsləndirəcəklər. Dünən isə ilaxır çərşənbəmizi Helsinki Azərbaycan evində çox səmimi və isti bir mühitdə qeyd etdik. Valideynlər, uşaqlar və müəllimlər birlikdə ənənəvi şirniyyatlarımız olan paxlava və şəkərbular hazırladılar. Uşaqların bu prosesdə iştirakı bizim üçün xüsusilə önəmlidir. Çünki biz milli dəyərlərimizi, adət ənənələrimizi və mədəniyyətimizi bu yolla sevdirərək gələcək nəsillərə ötürürük. Xaricdə yaşadığımız üçün belə tədbirlər bizim üçün düşünürəm böyük əhəmiyyət daşıyır. Bu cür bayramlar həm icmamızı bir araya gətirir, həm də uşaqlarımızın öz köklərini, kimliyini və mədəniyyətini unutmamasına kömək edir. Təşəkkür edirik. Ülviyə xanım, əslində mən əminəm ki, əminliklə hətta bunu qeyd edə bilərik ki, orada yaşayan Finlandiyalılar belə bizim şəkərbura paxlavamızdan dadır və deyir ki, hər gün bax o şəkərbura paxlavadan gətirin. Bəli, təşəkkürümüzü bildiririk və